Salam əziz izləyicilər. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsəri ilə izahlarımıza davam edək. Deməli, Xurşudbanu Natəvan əsəri İlyas Əfəndiyevin tarixi mövzuda yazılmış dram əsərlərindən biridir. Əsər milli azadlıq hərəkatına həsr olunmuşdur. Dramda Xurşudbanu Natəvan dramında 19-cu əsrdə öz xalqının mənafeyini qoruyan, azadlığını arzulayan, xeyirxah əməlləri ilə tarixdə üz qoymuş Xurşudbanu Natəvanın parlaq obrazı yaradılmışdır. Əsərdə iştirak edən obrazlar görürük ki, Xurşudbanu Natəvandır, Canişin, Knyaz Xasay, Seyid Hüseyin, Hidayət xan, Mirzə Ruhullah, Nəvvab, Mamayi, Tervahan, bunlar şairlərdir. Deməli, bu bax, Nəvvab, Mamayi, Tervahan şairlərdir. Muradalı, Məliki Dövlət, Şahzadə, Mixailov, Qala rəisi, Fərəc bəy, Möhnət, Şahmar, Təxminə, Bəyim, Zahir bəy, Daşdəmir, Qoca Knyaz, Kör Kamançaçı. Deməli, birinci pərdənin birinci şəkli ilə davam edək. Birinci pərdə, birinci şəkil. Görək harda cərəyan edir. Qafqaz canişinin malikanəsi, pərdə açılanda geniş otaqda Xurşudbanu və Mirzə Ruhullah sükut içində dayanıb zala baxır. Knyaz Xasay iri addımlarla gəlib Xurşudbanının qarşısında dayanır. Deməli, burada Mirzə Ruhullah Xurşudbanu Natəvanın müəllimidir. Yəni, onlar hardadılar? Qafqaz canişəninin malikanəsindədirlər. Müəllimi ilə Xurşudbanu. Həmin vaxtı Knyaz Xasay gəlir, Xurşudbanının qarşısında dayanır. Knyaz Xasay, canişin cənabları, indi buyurub sizi dinləyəcəklər. Bayını bəyim, Xurşudbanu, təşəkkür edirəm, Knyaz. Knyaz Xasay, mən sizin haqqınızda lap əfsanəyə bənzər gözəl söhbətlər eşitmişəm. Deməli, bu sözlər kimdir? Bax, bu da testlərə düşən cümlədir. Knyaz Xasay deyir ki, mən sizin haqqınızda əfsanəyə bənzər gözəl söhbətlər eşitmişəm. Xurşudbanu, sən mənim haqqımda zəhərli sözlər də eşidə bilərsən, Knyaz. Knyaz Xasay, ola bilməz. Bütün Azərbaycan sizinlə fəxr etməlidir. Bu sözü deyir Knyaz Xasay. Xurşudbanu, o sözləri səndən eşitmək mənim üçün xoşdur, Knyaz. Qarabağa qonaq gəlsən, bizi şad etmiş olarsan. Knyaz Xasay böyük məmnuniyyətlə gələrəm, Banu bəyim. Orta yaşlı, yaraşıqlı bir adam olan canişin otağa daxil olur. Deməli, canişinin təsviri də müəyyən məqamda verilir. Canişin, xoş gəlmisiniz, madmazel. Sizi gördüyümə çox şadam. Rica edirəm, əyləşir. Xurşudbanu ilə canişin əyləşir. Sizin nəslinizə dərin hörmətim olduğuna əmin ola bilərsiniz. Madmazel, qaladakı kinovniklərinizdən razısınızmı? Onlar sizə lazımı qədər hörmət edirlərmi? Bax, burada diqqət eləyək. Deyir, qaladakı, deməli, Şuşa qalasındakı kinovniklərdən, Rusların kinovniklərindən razısınızmı? Deyir, onlar sizə hörmət edirlərmi? Xurşudbanının maraqlı cavabı olur. Xurşudbanu nə deyir? Deyir ki, Xurşudbanu, onlarla elə yaxın münasibətim olmasa da, güman edirəm ki, mənə hörmət eləməyə bilməzlər. Knyaz Həzrətləri, yəni qoyun özünə necə əmin şəkildə deməli, canişinə cavab verir. Canişin Banunun ötkəm cavabına bir qədər təəccüb eləsə də gözləmirdi, yəni bu cavabı. Özünü o yerə qoymur. Əlbəttə, İbrahim xanın nəvəsinə, General Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur. Eşitdiyimə görə siz həm də gözəl şairəsiniz. Bax, buna diqqət eləyək. Deyir ki, deməli, canişin nə deyir? Canişin deyir, eşitdiyimə görə siz həm də gözəl şairəsiniz. Sizin haqqınızda kapitan Mirzə Fətəli Axundov mənə danışmışdı. Yəni, bunun Xurşudbanının şairə olduğunu ilk dəfə canlandıran, dilinə gətirən kim olur? Deməli, canişin olur. Ona da kim deyib bu sözü? Mirzə Fətəli Axundov. Mən Azərbaycanlıların igidliyinə heyranam. Elə bil ki, Allah özü onların qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandırıb. Ancaq təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb. Bax, bu ifadəyə də diqqət eləyək. Xurşudbanu, bu bizim faciəmizdir, Knyaz Həzrətləri. İki böyük dövlətin, qədim bir tarixi olan Azərbaycan xalqının iki yerə parçalayıb qardaşı qardaşdan ayrılması ədalətli iş deyildir. Canişin nə deyir? Tarixin hadisələri bəzən elə cərəyan edir ki, ağıllı hökmdarlar belə amansız hərəkətlərə məcbur olur. Sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə məlumdur, madmazel. Mən çalışaram, atanızdan qalan mülkün bir hissəsini sizə qaytarım. Deməli, nə deyir? Deyir ki, yəni mən bilirəm siz nə məqsədlə gəlmisiniz, çalışaram ki, mülkün bir hissəsini sizə qaytarım. Xurşudbanu, Knyaz Həzrətləri, mən bütün mülklərimin qaytarılmasını tələb edirəm. Mən varisi yektayam. Yəni, deyir, mən atamın tək varisiyəm, bütün mülklərin qaytarılmasını tələb edirəm. Canişin, siz tək qızsınız. O qədər mülk nəyinizə lazımdır? Xurşudbanu həyəcanla. Mən tək deyiləm, Knyaz Həzrətləri. Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şor su içir. Kəndlilərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyür. Mən onlara heç bir kömək eləyə bilmirəm. Deməli, biz burada Xurşudbanının dilindən
Şuşada, Azərbaycanda olan müəyyən çatışmazlıqları eşidirik ki, yəni deyir əhali şor su içir, kəndlilərimizin uşaqları məktəbsizdir, elmsizdir, kitabsızdır. Canişin nə deyir? Qısa pauzadan sonra, yaxşı madmazel, mən sizin xahişinizi olduğu kimi Əlahəzrət imperatora çatdıraram. Ümid edirəm ki, imperator həzrətləri İbrahim xanın nəvəsindən öz iltifatını əsirgəməz. Xurşudbanu, təşəkkür edirəm, Knyaz həzrətləri. Deməli, Canişin nə deyir? Deyir, arzu edirəm Knyaginanın təşkil etdiyi bu gecəki balda siz də vaxtınızı xoş keçirəsiniz. Zənn edirəm, Knyaz Xasay sizi bala müşayiət etmək şərəfini qəbul edər. Bu Knyagina da Canişinin həyat yoldaşıdır, yəni bal şənlik təşkil eləyir. Bu Natəvana təklif eləyir ki, sən də bu şənlikdə iştirak elə. Knyaz Xasay deyir ki, məmnuniyyətlə, yəni həm deyir təklif eləyir ki, qal sən də iştirak elə, sənə Knyaz Xasay da sənə müşayiət eləyər. Knyaz Xasay da qəbul eləyir. Xurşudbanu deyir, diqqətinizə görə minnətdaram Knyaz həzrətləri. İcazənizlə bugün Şuşa qalasına yola düşməliyik. Nə deyə bilərəm? Sizə yaxşı yol. Görüşürlər. Xurşudbanu Knyaz Xasaya baş əyərək Mirzə Ruhullahın müşayiəti ilə çıxır. Canişin Xurşudbanının ardınca baxaraq, ağıllı qızdır. Knyaz, siz nə vaxtacan subayı gəzəcəksiniz? Knyaz Xasay Canişinin ehyamını başa düşərək zarafat yana. Görünür, tale özü qəsdən məni indiyə qədər dayandırırmış, Knyaz həzrətləri. Canişin gülümsüyür. Eləmi? Xurşudbanu həqiqətən şəhanə xanımdır. Zarafat yana. Madam ki, tale sizi indiyə qədər subay gəzməyə məcbur eləmişdi, demək indi öz bəxtinizi sınaya bilərsiniz. Əgər Xurşudbanu ilə evlənsəydiniz, mən sizi ürəkdən təbrik edirəm. Zənn edirəm ki, bu izdivac Əlahəzrət imperatorun da özünə xoş gələrdi. Siz ona sadiq, onun taxt tacına yaxın müsəlman kübar knyazsınız. Deməli, öz siyasi məqsədlərini güdür. İbrahim xanın nəvəsi ilə sizin izdivacınız deyir, Azərbaycan xalqına da psixoloji cəhətdən müsbət təsir edər. İmperator hakimiyyətinə qarşı onların hüsn rəğbətini artırar. Necə deyərlər? Siz bizi onlarla qohum edərsiniz. Bax, biz bu hissədə Canişinin tam məqsədini, nə olduğunu bizə aydın olur. Knyaz Xasay, imperator həzrətlərini məmnun etmək mənim üçün şərəfdir. İşıq sönür, ikinci şəkil başlayır. Baxırıq ki, ikinci şəkil artıq Şuşa qalasındadır. Xurşudbanının malikanəsi, Knyaz Xasay ilə Xurşudbanu eyvana çıxırlar. Artıq burada evləniblər, ailə qurublar. Xurşudbanu nə deyir? Deyir, mən vətənimin keçirdiyi ağır günlər haqqında düşünərkən həmişə özümdə bir gücsüzlük hiss eləyib, bir olan Allahdan nicat ummuşam. Elə bil ki, o da mənim kimi, mənim bu faciəli xalqıma cəsarətlə xidmət eləməyim üçün səni göndərmişdi. Yəni deyir, həmişə Allahdan nicat ummuşam və ona görə, bu da deyir, Allah da deyir, mənim xalqıma cəsarətlə xidmət etməyim üçün səni göndərmişdir. Sən deyir, güclüsən, Qafqaz canişinin dostusan, səni Əlahəzrət imperatorun özü sevir, sənin məhəbbətin mənim köməyim, dayağım olacaq. Knyaz Xasay, indi siz danışdıqca sanki mən də o yalçın qayalar üstündə dayanıb uzaqlara baxan qara yapıncılı Dağıstan igidlərini görürəm. Düşünürəm ki, bizim xalqların taleyi nə qədər bir-birinə bənzəyir. Deməli, Knyaz Xasay öz xalqları ilə öz xalqlarının taleyi ilə Azərbaycan xalqının taleyini bərabərləşdirir. Ah, Knyaz, mənim əzablar, istirablar çəkmiş qəlbimin sənin sevginə, səmimiyyətinə o qədər ehtiyacı var ki, qapı döyülür. Sonra Xurşudbanu Knyazdan aralanaraq gəl deyir. Daşdəmir gəlir. Banu bəyim, bir oğlan təkidlə sizi görmək istəyir. Knyaz Xasay, mən getdim öz otağıma. Knyaz keçir o bir otağa, cavan bir oğlan Seyid Hüseyin daxil olur, təzim edir. Xurşudbanu, kimsiniz ay oğlan, nə istəyirsiniz? Seyid Hüseyin, Cənubi Azərbaycandanam, xan həzrətləri. İran ərbabının əlindən qaçıb sizə pənah gətirmişəm. İranda neyləyirlər sizə? Bizə zülm eləyirlər, xan həzrətləri. Bizi çarmıxa çəkirlər. Xurşudbanu, bu mənə məlumdur. Ancaq siz açıq da gələ bilərsiniz. Niyə qaçırdınız? Seyid Hüseyin, sizdən gizlini yoxdur, xan həzrətləri. Biz bir dəstə cavan qərarı almışdıq ki, şahın zülmündən vətənimizin xilası uğrunda fədai olaq məqsədini deyir. Ancaq bir kəndxuda bizim fəaliyyətimizi bilib ərbaba xəbər yetirdi. Bu deyir, isminiz nədir? Seyid Hüseyin, xan həzrətləri. Burada nə iş görə bilərsiniz? Hər nə əmr etsəniz. Deyirlər, siz təzə məktəb açdırırsınız, mən müəllimlik edə bilərəm. Burada gördük ki, nədir? Knyaz Xasay ilə Xurşudbanının söhbətindən sonra içəri bir nəfər gəldi, bir adam gəldi. Bu da Seyid Hüseyindir. Cənubi Azərbaycandan sığılcaq əldə etmək üçün
Şimali Azərbaycana gəlib, yəni ki, Şuşaya gəlib. Yəni o yaşadıklarını burada deyir ki, yəni necə olub, oradan qaçıb, neyniyib. Yəni öz kətxudamız deyir, hansı ki bizim öz belə deyək də Azərbaycanlımız bizim vəziyyətimizdə, bizim işimizdən, bizim vətənimizin xilası uğrunda fədai olmaq məqsədimizdən xəbər tutub və bunu yetişdirib şahın, yəni yetişdirib ərbaba xəbər çatdırıb və ona görə də biz qaçıb gəlmişik. İndi Xurşudbanu görək nə deyəcək. Xurşudbanu zəngi səsləndirir, Daşdəmir qulluqçu daxil olur. Xurşudbanu Daşdəmirə, Mirzə Ruhullahı buraya dəvət elə. Daşdəmir baş üstə çıxır. Xurşudbanu daxil olur Mirzə Ruhullaha. Daxil olan Mirzə Ruhullaha. Mirzə, xahiş edirəm, mənim adımdan qala rəisindən rica edəsiniz ki, bu oğlanın Şuşa şəhərində sakin olmasına icazə versin. Deməli, Qıraqdan gələn bir adamın Şuşada sakin olması üçün mütləq icazə olmalıdır. Xurşudbanu da bu Seyid Hüseynin burada qalması üçün Şuşa şəhərindən belə deyək də, qala rəisinə daha doğrusu rica edir, xahiş edir. Sonra mənim mülkümdən bu oğlan üçün bir otaq ayırıb içini xalı gəbə ilə döşəsinlər. Cənab Seyid Hüseyn, şəhərdə açdığımız məktəbə sizi müəllim təyin edirəm. Deməli nə elədi? Müəllim təyin elədi. Seyid Hüseyn, mən sizin etibarınızı doğruldacağam, Banu bəyim. Təzim edərək Mirzə Ruhullah ilə çıxır. Xurşudbanu zəngi səsləndirir, bəyim daxil olur. Xurşudbanu, tapşır, Şuşaya çəkdirdiyimiz bulağın mühəndisi Əbdürrəhim Təlubbzadəni nahardan sonra mənim yanıma çağırsınlar. Deməli kimi? Şuşaya çəkdirilən bulağın mühəndisi olan Əbdürrəhim Təlubbzadəni. Xurşudbanu knyazın olduğu otağa keçir. Bəyim yazı stolunun üstündən şairənin qərənfil şeirini oxuyur. Təbiət mövzulu qərənfil şeirini oxuyur. İşıq sönür. 3-cü şəkil. Muradalının evinin qabağında kiçik bir bağça. Bağçanın yanından yol keçir. Seyid Hüseyin və Muradalı. Muradalı, yenə şükür ki, qaçıb canını qurtarmısan xalıoğlu. Deməli, görürük ki, burada Muradalı ilə nədir? Seyid Hüseyin xalıoğludur. Deyirəm, görəsən, bu Şimali Azərbaycan olmasaydı, biz cənublular İran şahının zülmündən hara qaçardıq? Seyid Hüseyin, sənin, mənim kimilərin qaçıb canlarını qurtarmağı ilə deyir, yaralar sağalırmı? Axı milyonlarla körpəli, qocalı ailə hara qaçsın? Neçə min il tarixi olan igid bir xalqı iki yerə parçalayıb gücdən saldılar. Bax, bu da testlərə düşən cümlədir. Bu da kimin dilindəndir? Seyid Hüseynin. Muradalı. İndi öz başına gələni danışır. Deyir, 10 ildir ki, o tayda qalmış anamın, bacımın üzünə həsrətəm. Atam bizim obaya divan tutan ərbabı öldürüb. Məni də götürüb bu taya qaçanda 12 yaşım vardı. 12 yaşında deməli götürüb, indi 22 yaşı var. Deyirlər, bizdən sonra ərbabın adamları ev eşiyimizi, bağımızı viran eləyiblər. Yazıq anam da bacımı götürüb Təbrizə qaçıb. Anam da Təbrizə qaçıb. Orada başlarına nə gəldiyindən indi də deyir xəbərim yoxdur. Bilirəm ki, sənin də xəbərin olmaz. Səni də bir tikə vaxtından atan götürüb Tehrana fəhləliyə getmişdi. Yəni ki, Seyid Hüseynin də, Seyid Hüseyin haqqında da belə deyək də, ilk məlumatı, uşaqlığı haqqında məlumatı biz Muradaldan eşidirik ki, atasıdır, körpə vaxtında Tehrana fəhləliyə getmişdi. Sonra Seyid Hüseyin davam eləyir. Tehranda yazıq atam gündə 14 saat xalı karxanasında fəhləlik eləyib, məni oxudurdu. Sonra o cəhənnəm əzabına dözmədi. Xalı karxanası başqa bir əsərdə də var idi. Yadınıza salın görək o hansı əsər idi? Əsərdə qız var idi. Sürəyya xalı karxanasında işləyirdi. Zərif Qızıl Qönçələr hekayəsində də bax xalı karxanası var idi orada. 4-cü şəkil. Xurşudbanının malikanəsi. Xurşudbanu yazı stolunun qabağında dəftərçədən şeirini oxuyur. Deməli, əvvəldə biz gördük ki, bəyim Xurşudbanının şeirini oxudu. İndi Xurşudbanu özü dəftərçədən öz şeirini oxudu. Daşdəmir gəlir. Cənab şairlər sizin huzurunuza müntəzirdirlər. Banu bəyim, Xurşudbanu Daşdəmirə dey buyursunlar. Daşdəmir çıxır. Nəvvab, Mamayi, Zahir bəy, Tervahan, Seyid Hüseyin, Mirzə Ruhullah daxil olur. İşıq sönür. Eyni anda da yanır və bu zaman şair Mamayinin öz şeirini oxuduğunu görürük. Seyid Hüseyin, Banu bəyim, icazənizlə möhtərəm şairə bir sual vermək olar. Xurşudbanu, əlbəttə, ağalar. Seyid Hüseyin cənabları sənət və ədəbiyyat aləmindən baxəbər, yəni xəbər olan, açıq fikirli bir ziyalıdır. Mən istəyirəm ki, bizim ədəbi məclislərimizdə o da iştirak eləsin. Cənab Seyid Hüseyin deyir, cənab Mamayi, siz şeirinizlə nə demək istəmisiniz? Mamayi, məgər aydın olmurdu ki, mən millətimizin dərdini tərənnüm edirəm. Arazın o tayında İran şahlarının bizim qardaşlarımıza nə divan tutduqları gərək sizə də yaxşı məlumdur, cənab Seyid Hüseyin. Seyid Hüseyin nə deyir? Məlumdur, yaxşı məlumdur. Fəqət millətə vuruş lazımdır. Ağalar, inilti yox.
Bax bu fikri biz harda görürük? Bəxtiyar Vahabzadənin İstiqlal əsərində də orada belə bir fikir var ki, deyir ki, artıq ağlamış, anlamışıq, nədir, amanla nə məftil əriyər, nə körpü uçar. Yəni orada da yəni ahla, amanla nəyəsə nail olmaq mümkün deyil deyir. Burada da eyni məqam var. Zahir bəy nə deyir? Bizim əfkar-ı amalımız məhəbbət və şəfqət olmalıdır. Binaən eləyh cənab Seyid Hüseyn, bilmək istərdik ki, siz nə cür vuruş nəzərdə tutursunuz? İndi Zahir bəy. Seyid Hüseyn deyir ki, mən xalqı həqiqi azadlığa, birliyə qovuşduracaq mübarizədən danışıram. Cənab Zahir bəy. Zahir bəy nə deyir? Həqiqi azadlıq bir qədər mücərrət məfhumdur. Bəlkə lütfən fikrinizi izah eləyəsiniz. Seyid Hüseyn, cənab Zahir bəy, həqiqi azadlıq odur ki, insanlar yaltaq, rəzil, casus olmağa məcbur edilməsin. Hamı sizin buyurduğunuz kimi izzət nəfsinin sahibi olsun. Cənab Mamayi şeirində bizim öz vətənimizdə vətənsiz olduğumuzu ürək yanğısı ilə yazır. Vətənsiz olduğumuzu deyir, yazır. Fəqət nə eləmək lazım olduğunu göstərmir. Zahir bəy, ağalar, ərəb, fars dilləri millət-i İslamın iftixarı olduğu üçün onların təsiri bizim kəlamımızı müəyyən edir. Millət-i İslamın fütuhatı bizə ərəb-fars münəvvərlərinə yaxınlaşdırmışdır. Nəvvab nə deyir? Zahir bəy, bağışlayın, mən deyəndə ki, siz öz millətinizi tanımırsınız, rəncidə, yəni pis olursunuz. İslam millət deyil, dindir. Bax, buna İslam millət deyil, dindir sözünü deyən kimdir? Nəvvab. Kimin haqqında? Zahir bəy haqqında. Sonra Tervahan, erməni şairdir bu da, nə deyir? Deyir ki, Rus şairi Lermontov Azərbaycan dilinə valeh olub, onu şərqin fransız dili adlandırmışdır. Xurşudbanu nə deyir? Fransızların məşhur ədibi Aleksandr Duma bizə qonaq gələndə Azərbaycan dilinin musiqisinə heyran olduğunu söyləyirdi. Fəqət hamıdan qabaq biz özümüz öz dilimizin qədir qiymətini bilməliyik, ağalar. Bax, bu da testlərə çox düşən cümlədir. Dil bizim milli varlığımızdır. Ağalar, nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaq. Mən Azərbaycan balalarının Homeri, Danteni, Şekspiri, Hoteni, Puşkini öz doğma ana dilində oxuyacaqları günü görürəm. Yəni ki, Xurşudbanu Natəvan burada bax bu hissədə gələcəklə bağlı ümidli danışır. Sonra 5-ci şəkil. 5-ci şəkildə Xurşudbanunun malikanəsi, hələ səhnə qaranlıq, Xurşudbanunun səsinə, şəninə alqışlar eşidilir. Sağ olsun Banu bəyim, şairəyə uzun ömür. Xurşudbanu, Mirzə Ruhullah, Nəvvab, Seyid Hüseyin, Mamayi, Tervahan, bir neçə başqa əyanın müşayiəti ilə səhnəyə daxil olur. Nəvvab, Banu bəyim, sizin deyir, gələcək nəsillər üçün çəkdirdiyiniz bu, bir dəqiqə, bu hissə görünmür. Bir dəqiqə. Neçənci səhifədir, bura bir də. Buna bir dənə baxaq bir də. Deməli, 5-ci şəkil. Deyir ki, deməli, Xurşudbanunun malikanəsi, buranı dedik, deyir ki, Banu bəyim, gür meşələrin, sərt qayaların arasından çəkdirib bu uca qalaya çıxartdığınız o bulaq gələcək nəsillərə sizdən unudulmaz yadigardır. Çıxartdığınız o bulaq gələcək nəsillərə sizdən unudulmaz yadigardır. Hər tərəfdən səslər eşidilir. Sağ olsun Xurşudbanu, ömrü uzun olsun şairənin. Xurşudbanu, Mirzə, tapşırın xəbər versinlər ki, bulağın açılışı münasibəti ilə sabah bütün şəhər əhli mənim qonağımdır. Bu axşam isə siyahı üzrə bütün kasıblara şirniyyat, düyü, yağ paylansın. Nəvvab deyir, sağ olun Banu bəyim, sizi bir daha təbrik edirik. Gedək ağalar, şairəyə dincəlmək lazımdır. Səhərdən ayaq üstədir. Hamı çıxır, şairənin üzü fikirli, tutqun bir ifadə alır. O zəngi səsləndirir, bəyim daxil olur. Xurşudbanu, Knyaz hələ gəzməkdən qayıtmayıb, xeyr. Xurşudbanu dərindən nəfəs alaraq öz-özünə danışırmış kimi. Knyaz darıxır. Bəyim nə deyir görək? Cənab Knyazın özü adamlara qaynayıb qarışmır. Xurşudbanu deyir, Knyaz qəribədir, məndən ötəri deyir. Məndən, burada bax, ötəri sözü səhv yazılıb. Məndən ötürü deyir, elini, vətənini atıb gəlib. Bəyim tələsik daxil gəlir, gedir daha doğrusu. Knyaz Xəsay daxil olur. Xurşudbanu, ah Knyaz, nə üçün sən bugün bizim şənliyimizdə iştirak etməyib, çıxıb getmisən? Bircə görsəydin ki, bulağın açılışına qala əhli necə sevinir. Elə bil ki, bayram idi. Knyaz Xəsay gizli dalğınlıqla. Bir özünüz düşünün, Banu bəyim, arvad o cür işlər görür, cəmaat əl çalıb onu alqışlayır. Ər isə kənarda dayanıb gözünü döyür. Xurşudbanu, mən hər bir yaxşı işimdə səni öz yanımda hiss edirəm, Knyaz. Elə bil ki, biz bir adamıq.
Knyaz Xasay pərt halda gülümsüyür. Biz bir-birimizi nə qədər sevsək də, ərdir, arvad da arvad. Xurşudbanının pərtliyini hiss edərək. Mən sizi başa düşürəm, Banu bəyim. Sizin xalqınızı da qiymətləndirirəm. Lakin onu da etiraf edirəm ki, elə bu məni öz gözümdən salır. Mən özümə avara, sərgərdan adam kimi görünürəm. İnanın ki, bunun səbəbini soruşsanız, izah eləyə bilmərəm. Ancaq elə bil ki, siz məni məzəmmətlə baxıb soruşursunuz. Heç öz xalqından xəbərin varmı? Xurşudbanu çox dərəcə pərişan. Mən deməyə söz tapmıram. Knyaz. Knyaz Xasay Xurşudbanını öpərək. Nə olursa olsun, mən sizin məhəbbətinizdən başqa heç nə haqqında düşünmək istəmirəm. Əgər mən indiyə qədər öz xalqımın taleyinə biganə olmuşamsa, günahkar özüməm. Xurşudbanının qoluna girərək o biri otağa keçir, bəyim daxil olur, fikirli-fikirli onların ardınca baxır. Gəlir 6-cı şəkil. Xurşudbanının malikanəsi. İşıq yanında Knyaz Xasay daxil olur, hiss olunur ki, dalğındır. Səbi hərəkətlə zəngi götürür, səsləndirir. Daşdəmir gəlir. Daşdəmir. Ağa, Dağıstandan qonaqlar gəlib. Deməli, Knyaz Xasay daxil olur və dalğındır, fikirlidir. Zəngi səsləndirir, Daşdəmir gəlir. Ondan sonra deyir ki, Daşdəmir nə deyir? Dağıstandan qonaqlar gəlib. Knyaz Xasay, buyursunlar. Daşdəmir çıxır. Sonra qoca Knyaz daxil olur. Knyaz Xasay cəld onun qabağına yeriyir böyük hörmətlə. Xoş gördük, əmi, təşrif buyurduğunuzu bilsəydim, qabağınıza gələrdim. Burada deyir, qabağınıza gələrdim. Qoca Knyaz kresloda əyləşərək. Yolda bizə dedilər ki, xan qızı Xurşudbanu mil düzünə səyahətə çıxıb. Knyaz Xasay, bəli, əmi, Xurşudbanu Arazdan mil düzünə ağ çəkdirmək istəyir. Oho, bu çox maraqlıdır, kinayə ilə. Bəs sən niyə xanımını müşayiət etməmsən? Knyaz Xasay, mən getmək istəmədim, əmi. Qoca Knyaz eyni ifadə ilə. Qorxmadınmı bu xan qızının kefinə toxunsun? Knyaz Xasay tutularaq. Siz çox qəzəblisiniz, əmi. İndi görək Knyaz Xasay, qoca Knyaz nə deyir? Qoca Knyaz yaşına uyuşmayan bir ötkəmliklə, bir arvaddan ötürü vətənini, ata-baba yurduna atan oğula qarşı mən nə cür olmalıyam? Mən 10 il səni Peterburqda bunun üçün oxutdurdum. Sən oradan qayıtanda Dağıstanlılar deyir, Allaha dua eləyirdilər ki, onların da elmli, əqilli adamları yetişir. Onlar sənə ümid bağlayırdı. Canişin idarəsində sənin kimi adamları olduğuna sevinirdilər. Onlar səninlə fəxr edirdilər. Knyaz Xasay, əmi, Xurşudbanu Allahın buyruğu, Peyğəmbərin xəbər verdiyi qanunla mənim halal zövcəmdir. İndi qoca Knyaz. Mən 90 yaşlı qoca 4 gün at sürüb, 4 gün Dağıstandan bura gəlmişəm ki, xan qızı barədə səninlə söz güləşdirəm. Qısa pauza, dərindən nəfəs alaraq mülayim səslə. Özün bilirsən ki, məndən sonra bizim neçə yüz il tarixi olan müqəddəs yurtumuzda bir başı papaqlı sən qalırsan. Sən də böyük əcdadımızın çırağını söndürüb düşmənlərimizi sevindirmə. İgid babalarının ruhundan utan, qayıt vətəninə. 5 metrinin cibindən iri qızıl saatını çıxarıb baxır. Mən gedirəm namaza. Özüm də səhərə qədər sənin qərarını gözləyirəm. Səhər qaydasıyam Dağıstana. Qalxıb ağır addımlarla çıxır. Sonra Knyaz Xasay əsəbi halda var-gəl edir. Xurşudbanu şən əhvalla daxil olur. Salam əzizim, Knyazı öpür. Mil düzünə deyir. Gəldiyimi eşidib, Şahzevən, Afşar cəmaatı tökülüb gəlmişdilər. Mənim Arazdan mil düzünə ağ çəkdirmək istədiyimi bilib o qədər sevinirdi ki, əllərindən güclə qurtarmışam. Ax, yarı canım qalmışdı sənin yanında, deyir. Dağıstandan qonaqlarımız gəlib. Knyaz Xasay, bəli, əmim gəlib. Banu bəyim, əmim istəyir ki, həmişəlik qayıdım Dağıstana. Xurşudbanu bərk sarsılır. Ağır pauza. Bəs sən nə düşünürsən, Knyaz? Knyaz Xasay, əmimin yaşı 90-ı keçib. Ondan sonra ata-babamızın yurdunda tək mən qalıram. Əgər mən də oranı həmişəlik tərk eləyib xaraba qoysam, düşmənlər sevinəcək. Dostlarsa məni nankor, yaramaz oğul kimi lənət yağdıracaq. Xurşudbanu sanki bütün cəsarətini toplayaraq. Knyaz, mən sənin öz həmvətənlərinin lənətlərinə məruz qalmağına dözmərəm. Knyaz Xasay, bilirəm ki, siz dünyanın ən alicənab qadınısınız. İndi gör nə deyir? Deyir, gedək Dağıstana. Banu bəyim, indiyə qədər Qarabağda yaşamışıq. Qoy bundan sonraki ömrümüzdə Dağıstanda keçsin. Yox, Xasay, öl desən ölərəm, amma bu faciəli vətənimi atıb getmərəm. Mənim kəndlərim, kəndlilərim mənə ana kimi baxır. Dərdlərini, sərlərini mənə açır. Məndən kömək umurlar. Knyaz Xasay, siz tez-tez gəlib onlara baş çəkərsiniz. Axı, sizin öz həyatınız da var. Banu bəyim.
Bax, burada, yenə yazıblar, müəlliflər yazır, dilemma qarşısında qalan obrazlar. Məsələn, Knyaz Xəsayi bax burada, bilmir getsin ya qalsın. Yəni ki, iki arzu olunmayan seçim qarşısında qalıblar. Mahmud Müsibət Fəxrəddin əsərində Mahmudda da orada Rüstəm bəy, məcbur eləyir ki, Gülbaharı geri qaytarsın ya da, belə deyək də, atasının sözünə əməl eləsin o da. Sonra Burla Xatun, Dədə Qorqud dastanında Burla Xatun oğlunun ətini yeməlidir ya oğlunun ölümünə göz yummalıdır. Bir də Xəzəngül. Xəzəngül İntiqam əsərində də Xəzəngül orada erməni obrazlar ona öz körpəsini öldürməyə məcbur edirlər. Yəni bunların bu 4 obraz deməli dilemma, arzu olunmayan iki seçim qarşısında qalan obrazlar kimi dəyərləndirilir. Davam eləyək. Xurşudbanu heç bir cavab verməyərək qəti addımlarla Knyaz Xasaya yaxınlaşaraq boynundakı medalyonu açıb onun boynundan asaraq yaxasını düymələyir. Xurşudbanu bu medalyonun içində bizim övladlarımızın Mehdiqulu ilə Xanbikənin şəkillərini qoyulub. Par özünlə, Allah səni həmvətənlərinlə xoşbəxt eləsin. Knyaz Xəsay həyəcanla, ah Banu bəyim, Xurşudbanının sinəsinə sıxır. İndi isə get Knyaz, bizim birlikdə keçirdiyimiz günlərin xatirələri mənim üçün o qədər əzizdir ki, bundan sonra ömrümə 10 ömür də calansa, yenə onlar məni yaşatmağa kifayət edər. Knyaz Xasay sürətlə otaqdan çıxır. Xurşudbanu bütün gücünü toplayaraq mərdanəliklə ayaq üstə dayanıb onun ardınca baxır. 7-ci şəkil. 7-ci şəkil yenə Xurşudbanının malikanəsi. Xurşudbanu gəlir. Xurşudbanu, xoş gördük sizi, Möhnət. Yəni bunlar kəndlilərdir. Həmişə xoş günün olsun, Banu bəyim. Xurşudbanu, nə əcəb gəlmisiniz? Möhnət, Arazın iki ağaclığında olan ucsuz, bucaqsız mil düzünün bərəkətli torpaqları zəbanə çəkib yanır. Şahsevər, Afşar, Ağcabədi, Qarabulaq cəmaatı bu dərdindən o torpaqları əkib becərə bilmir. Sən xeyir işlər anasısan. Deməli, Xurşudbanını necə adlandırır? Xeyir işlər anasısan. Banu bəyim, bəlkə Arazdan da mil düzünə bir ax çəkdirəsən, bizim əlimizi çörəyə çatdırasan. Xurşudbanu, mən o barədə fikirləşirəm. İnşallah tezliklə işə başlarıq. Möhnətlə Şahmar gedirlər. Xurşudbanu stolda əyləşib nə isə yazır. Mirzə Ruhullah daxil olur. Banu bəyim, İran şahzadəsi sizinlə nəzakət görüşünə gəlib. Deməli kim? İran şahzadəsi nəzakət görüşünə gəlib. Yaxşı Mirzə, qoy gəlsin. Mirzə Ruhullah çıxır, şahzadə Mirzə Ruhullahın müşayiəti ilə daxil olur. İndi görək Şahzadə nə məqsədlə gəlib. Şahzadə nə deyir? İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı, Qarabağın gözəl şairəsi Xurşudbanu bəyimə öz dərin hörmətimi bəyan etməkdə bəxtiyaram. Deməli, bax, Qarabağın gözəl şairəsi adlandırdı Xurşudbanını. Biz əvvəldə gördük ki, həm də canişin Xurşudbanını Qarabağın gözəl şairəsi adlandırdı. Xurşudbanu, təşəkkür edirəm, Əla Həzrət, ancaq biz qadınlar bir qədər şöhrətpərəst oluruq. Əla Həzrətin nəzərinə çatdırmaq istərdim ki, mən yalnız deyir Qarabağın deyil, mən bütün Azərbaycanın, Şimallı, Cənubi Azərbaycanın şairiyəm. Özüm də bununla fəxr edirəm. Mən buna çox şadam, Xurşudbanu bəyim. Böyük İran səltənəti şeiri, sənəti qiymətləndirməyi bacarır. Xüsusən də şeir, kəlam bir qədər Nəfis xanımın qəlbindən zahir olar. Bu qədər deyil, Nəfis xanımın qəlbindən zahir olar. Görünür, Əlahəzrətin özü də şeiri çox sevir. İndi Şahzadə, bəli, Xurşudbanu bəyim, Firdövsünün, Hafizin, Sədinin kəlamı ilə dil açan şəxs şeiri sənəti sevməyə bilməz. Xurşudbanu, dünyada qəribə təzadlar olur, Əlahəzrət. Şeir, sənət, nəcib hisslərin, nəcib fikirlərin tərcümanı olduğu halda qəddar hökümdarlar da onu sevir. Şahzadə Xurşudbanının sözünün üstündən keçərək. İran şahları həmişə şeirin, sənətin himayədarı olmuşlar. Firdövsülər, Sədilər, Hafizlər o böyük qayğı məhəbbətdən ruh almışlar. Xurşudbanu, məncə o ulduzlar qədim İran mədəniyyətindən işıq almışlar deyir. Mədəniyyəti xalq yaradır. Şahzadə, İran mədəniyyətini belə qiymətləndirməyinizə xeyli şadam. Xurşudbanu bəyim, ancaq sizin lütfən xalq adlandırdığınız qara güruhun əksəriyyəti günahkarlardan, canilərdən ibarətdir ki, möhkəm hökmdar olmasa onların öhdəsindən gəlmək olmaz. Bax, Şahzadənin bu nitqinə baxın. Deyir ki, yəni ki, sizin deyir o xalq adlandırdığınız adamlar, qara güruhun əksəriyyəti günahkarlardır, canilərdir. Onların başında da mütləq güclü bir hökmdar olmalıdır ki, onların öhdəsindən gələ bilsin. Xurşudbanu artıq əsəblərini saxlaya bilməyərək nə deyir? Güman edirəm ki, Əlahəzrət xalq haqqında bu qədər sərt mülahizədə olmasaydı, Cənubi Azərbaycanlılarla bəlkə başqa cür rəftar edərdi. İndi Şahzadə, etiraf edirəm ki, biz Azərbaycanlıların zəkasını, cəsurluğunu lazımi qədər qiymətləndirməmişik. Yəni, etiraf eləyir, qiymətləndirməmişik.
Axı İranın Şah İsmayıl kimi, Nadir Şah kimi qəvi hökmdarları Azərbaycanlı olmuşdu. Mən hələ Qacarları demirəm. Xurşudbanu, biz öz tariximizi yaxşı bilirik, Əlahəzrət. Yəni saatına baxır, mədəni şəkildə başa salmaq istəyir ki, vaxt bitdi. Şahzadə, bizim bu görüşümüz cənabımıza qarşı məndə böyük hörmət, heyranlıq hissi doğurdu. Qalxır. Xudafiz deyir, Şahzadə çıxır. Xurşudbanu qəzəbini cilavlaya bilməyərək cəllad, ikiyüzlü, qan içən Mirzə Ruhullah gəlir. Əsəbləşməyin Banu bəyim. Bizim taleyimiz səbir mətanət istəyir. Mənzil uzaq, yol çətindir. Sonra deyir ki, yəni Xurşudbanu deyir ki, yəni mənə elə gəlir ki, deyir biz heç vaxt bu məngənədən xilas ola bilməyəcəyik. Mirzə Ruhullah deyir, Azərbaycan oğullarının zəkası, cəsurluğu yaşayır. Tarix bir-iki nəslin ömründən ibarət deyil, Banu bəyim. O böyük azadlığı biz görməsək də damarlarında bizim qanımız axan gələcək nəsillər görəcək. Bizim bu vətən torpağında üst-üstə qoyduğumuz hər kərpic düşmənə bir güllədir. Qısa pauza, Daşdəmir gəlir. Daşdəmir nə deyir? Seyid Hüseyin hüzurunuza gəlmək istəyir. Daşdəmir çıxır. Seyid Hüseyin daxil olub təzim edir. Xurşudbanu nə deyir? Deyir, əyləşin, cənab Seyid Hüseyin. Seyid Hüseyin, Banu bəyim, sizin tapşırdığınız cibince 5 nəfər Rusiyaya, deməli 5 nəfər Rusiyaya, 5 nəfər də Parisə təhsilə göndərmək üçün istedadlı gənclər intiqab etdik, yəni seçdik. Xurşudbanu, özləri necə baxırlar bu işə? Deyir, çox sevinirlər Banu bəyim. Bəs valideynləri, bəziləri əvvəl razı olmaq istəmirdi valideynlər. Deyirdilər, oxutmağa gücümüz çatmaz. Fəqət mən onlara başa saldım ki, cavanlar onların yox, sizin xərcinizlə təhsil alacaq. Ondan sonra məmuniyyətlə razılıq verdilər. Hidayət xan daxil olur, Xurşudbanın əmsi oğlu. Görək nə məqsədlə gəlir. Hidayət xan Seyid Hüseynə əhəmiyyət verməyərək. Salam əmzadə, Xurşudbanu, xoş gəlmisən Hidayət. Hidayət xan, bizim Araz qırağı kəndlərimizdəki darğamız bugün xəbər gətirib ki, sən güya Arazdan mil düzünə ağ çəkdirmək istəyirsən. Özü də bu ağ bizim torpaqlardan gecəsidir. Xurşudbanu, bəli, elədir. Məgər sən bilmirsən ki, bizim o yerlərdəki rəiyyətlərimizin hamısı köçəridir. Qışlaqda cəmi 2-3 ay olurlar. Yəni qışlaqda deyil, 3 ay olurlar, 2-3 ay. Qoyun quzularını bir ay burada otarır, bir ay orada. Demək, onlara səni düşünən ağ lazım deyil. Xurşudbanu nə deyir? Su olarsa onlar yavaş-yavaş köçərlikdən əl çəkib oturaq həyata keçərlər. Özlərinə ev-eşik tikərlər, uşaqlarını oxudarlar, qaraçı günündə yaşamazlar. Hidayət xan, xəbərdarlıq eləyirəm səni. Banu bəyim, mən qoymayacağam ki, o ağ bizim torpaqlardan keçsin. Eşitdinmi? Qoymayacağam. Hidayət xan hirsli çıxır. Seyid Hüseyin, siz məyus olmayın, Banu bəyim. Xurşudbanu əsəbi coşğunluqla. Məyus olmaq yox, mən öz taleyimə qalib gəlmək istəyirəm. Şu cümlədir ki, mən öz taleyimə qalib gəlmək istəyirəm. Artıq 8-ci şəkil olur. Xurşudbanının malikanəsi. Harada isə xanəndə Xurşudbanının şeirini tarım müşayiəti ilə oxuyur. Deməli, biz gördük ki, əvvəldə Xurşudbanının şeirini bir dəfə bəyim oxudu. Sonra Xurşudbanu öz şeirini oxudu. İndi də burada xanəndə tarım müşayiəti ilə bir şeirini oxuyur. Birdən Xurşudbanu əlləri ilə üzünü qapayıb kresloya oturur. Mirzə Ruhullah daxil olur. Mirzə Ruhullah asta səslə, Banu bəyim, Xurşudbanu cavab vermir. Ona yaxınlaşaraq əlini usfulca çiyninə qoyur. Nə olub qızım? Xurşudbanu əli üzündən çəkərək. Heç nə. Uşaqlıqda siz həmişə mənə deyərdiniz ki, insan xoşbəxtlik üçün yaranmışdır. Mən isə xoşbəxt olmadım. Ancaq məni düşündürən bu deyil, Mirzə. Uşaqlarımın taleyidir. Qorxuram, Mirzə. Qorxuram ki, onların da taleyi mənimki kimi olar. İndi görək Mirzə nə deyir Mirzə Ruhullah. Mirzə Ruhullah deyir, sənin öz taleyindən şikayət etməyə haqqın yoxdur, Banu bəyim. Böyük yaradan, həqiqi insan üçün lazım olan nəcibliklərin heç birini səndən əsirgəməyib. Sən bizim igid qızımızsan, qalx ayağa. İran şahzadəsinin vəziri Məlikdövlət səni təklikdə görmək istəyir. Xurşudbanu, yaxşı Mirzə, qoy gəlsin. Mirzə Ruhullah çıxır, Məlikdövlə daxil olur, təzim edir. Buyurun, əyləşin. Məlikdövlə səndələ əyləşərək. İltifatınıza qarşı mütəşəkkirəm. Banu bəyim həzrətləri, bu səhər sizin təzə saldırdığınız bağda Əlahəzrət Vəliəhd də seyrə çıxmışdıq. Oradakı dilrubə güllər, çiçəklər mənə Təbrizdəki bağçamızı xatırlatdı. Deməli, bax nə deyir? Deyir ki, sizin təzə saldırdığınız bağda Əlahəzrət Vəliəhdlə, yəni Şahzadə ilə seyrə çıxmışdıq. Oradakı o güllər, çiçəklər Təbrizdəki bağımızı xatırlatdı. Xurşudbanu söhbəti qısa eləmək istəyir. Mənə nə qulluğunuz vardı, cənab Məlikdövlə? Banu bəyim həzrətləri, siz ağıllı bir qadın olduğunuz üçün heç bir müqəddiməyə şüur etmədən birbaşa mətləbə keçirəm. Buyurun.
İran taxtının vəliəhdi Şahzadə həsrətləri sizinlə izdivac təmənnasındadır. Əvvəl gələn Şahzadə. Xurşudbanu, cənab Məlikdövlə, siz necə? Bizim Azərbaycanlımız soruşuram. Bəs belə bir izdivaca siz özünüz necə baxırsınız? Deməli, buradan belə nəticəyə gəlirik ki, Məlikdövlə Azərbaycanlıdır. İndi görək nə cavab verir. Banu bəyim, əlbəttə ki, neçə min illik tarixə malik İran səltənəti ilə qohum olmaq biz Azərbaycanlılar üçün xoşbəxtlik olar. Bilirsiniz ki, məmləkəti Azərbaycan iki böyük dövlətdən birinə iltica etməlidir. Belə bir dövlət isə əslində dini dinimizdən olan böyük İran səltənətidir. Xurşudbanu, əgər İran şahları öz dini qardaşlarının qədrini bilirdisə, nə üçün qoşun çəkib Azərbaycan əhalisinin əlsiz ayaqsızlarını qılıncdan keçirdi? Nə üçün sizin vəli-nemətiniz vəliəhd Cənubi Azərbaycana divan tuturdu? Nə üçün İran şahları Cənubi Azərbaycanlıların dilini, milli hüququnu əlindən alıb onları öz içində əritmək istəyirlər? Məlikdövlə nə deyir? Banu bəyim, sizi inandırıram ki, İran hökmdarlarının bizi farslaşdırmaq siyasəti Azərbaycanlıların xoşbəxtliyidir. Xurşudbanu nə deyir? Xoşbəxtliyidir, Məlikdövlə. Şübhəsiz, o zaman biz də farslarla bir hüquqda olarıq, dövlət işlərində onlarla bərabər iştirak edərik. Bəli. Xurşudbanu son dərəcə qəzəbli. Tutmayın mənim adımı, rədd olun, nökər, qab dibi yalayan nökər, rədd olun. Məlikdövlə öz-özünə. Bu nədir baba? Gəl, cəhət çıxır. Mirzə Ruhullah daxil olur. Mirzə Ruhullah, sən ruhi müvazinətini itirmə. Banu bəyim, vaxt gələcək, xalq özü vətən xainlərinə divan tutacaq. Qısa pauza. İcazənlə sənə bəzi sözlər ərz etmək istəyirəm. Bütün iftiralara, dedikodulara son qoymaq üçün məsləhət budur ki, sən subay qalmayasan. Xurşudbanu, yaxşı Mirzə, mən o barədə fikirləşərəm. Deməli, biz gördük ki, əvvəl Şahzadə gəldi, ardınca Məlikdövlə gəldi ki, belə deyək də, İran Şahzadəsi ilə, yəni İran Şahzadəsi Xurşudbanu ilə izdivaca girmək istəyir. Artıq biz burada görürük ki, Xurşudbanu Knyaz Xasa ilə ayrılıb. İndi Seyid Hüseyin məsləhət bilir ki, bütün bu dedikodulara son qoymaq üçün sən subay qalmamalısan, evlənməlisən. Testlərdə bəzən verir ki, yəni Seyid Hüseyin, daha doğrusu Mirzə Ruhullah burada məsləhət bilir ki, sən Seyid Hüseyinlə evlən, belə bir şey yoxdur. Yəni sadəcə Mirzə Ruhullah deyir ki, sən subay qalmamalısan. Ondan sonra Mirzə Ruhullah təzim edərək çıxır, pauza. Xurşudbanu dərin psixoloji sarsıntı keçirir, birdən zəngi səsləndirir. Bəyim daxil olur. Xurşudbanu, get Knyaz Xasa, get Seyid Hüseyini bura çağır. Bəyim çıxır. Qısa pauza, Seyid Hüseyin daxil olub təzim edir. Xurşudbanu, Seyid Hüseyin, mənə xəbər verdilər ki, siz hər gün bağçanın qalınlığında dayanıb gizlin tamaşa edirsiniz. Nə üçündür bu maraq? Niyə dinmirsiniz? Seyid Hüseyin, əf buyurun, Banu bəyim, onsuz da mən gecə-gündüz cəhd edirəm ki, bu günahkar məhəbbəti ürəyimdən çıxardım. Yəni, öz məhəbbətini günahkar məhəbbəti hesab edir. Nə üçün siz o məhəbbəti günahkar hesab edirsiniz? Deyir, mən özümü bu məhəbbətə layiq bilmirəm. Xurşudbanu, nə üçün? Siz belə gözəl, sağlam, savadlı bir oğlan. Seyid Hüseyin, mən kimsəsiz, yoxsul bir adamam. Məgər yoxsulların sevməyə ixtiyarı yoxdur? Yəni, bax, bu məqam yenə yoxsulların sevməyə ixtiyarı yoxdur. Oqtay Eloğlu əsərində də Firəngizin dilindən səslənir. Cənab Seyid Hüseyin, mən İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı Xurşudbanu Allahın buyurub, Peyğəmbərin xəbər verdiyi qanun üzrə sizin zövcəniz olmaq istəyirəm. Siz buna razısınızmı? Seyid Hüseyin donur qalır. Banu bəyim, Xurşudbanu əsəbi, bəsdirin. Məgər mən öz vətənimdə kimsəsiz deyiləmmi? Məgər bizim səsimiz Qaf dağında tilsimə salınmış əfsanəvi zümrüd quşunun səsi kimi bir yana gedib çıxırmı? Yox, Seyid Hüseyin, talih bizi əbəs yerə bir-birimizə rast gətirməmişdir. Biz indi əlatsız da olsaq, çərx dövranı geriyə döndərə bilməsək də mücahidik. Qoy böyük yaradan bizim izdivacımızı vətənimiz üçün uğurlu eləsin. İkinci pərdə 9-cu və 10-cu şəkillərin qısa məzmununu verir. Xurşudbanudan ayrılan qoca Knyaz onunla gizlicə görüşür. Qayıdır, bir dəfə gəlir, görüşür. Nikahlarını təzələməyi, birlikdə xaricə getməyi yenə xahiş edir. Xurşudbanu vətənini atmayacağını söyləyir. Onlar həmişəlik ayrılır. Xurşudbanu iftiradan yaxa qurtarmaq üçün Hidayət xanın təhdidlərinə baxmayaraq, yəni deməli Hidayət xan da ona təhdid göstərir, Seyid Hüseyini ərə getməyə qərarı alır. Hidayət xan Seyid Hüseyini öldürmək istəyir. Xurşudbanu onu xilas edir. Gəlir 11-ci şəkil. Şahzadənin malikanəsi, Şahzadə Məlikdövlə. Şahzadənin qabağında alçaq stolun üstündə şərab küzəsi və məzələr görünür. Şahzadə görək nə deyir?
Siz bu xan qızı Xurşudbanının əməlinə baxın. Böyük İran səltənəsinin vəliəhdini rədd eləyib. Cənubi Azərbaycandan qaçmış bir qədəyə ərə gedir. Deməli, artıq bunlara da məlumat çatıb ki, Xurşudbanın Natəvan Seyid Hüseynlə evlənib. Xeyrini, şərini başa düşən deyil sizin bu Azərbaycan milləti. Məliküdövlə. Məliküdövlə nə deyir? Siz məni rəncidə xatir eləyirsiniz, qurban. Məgər məndə Azərbaycanlıqdan bir əlamət qalmışdı, satqınlığın dərəcəsinə baxın. Şahzadə, lakin bir həqiqət var ki, İran taxtına mənim yolum Cənubi Azərbaycandandır. Bax, burada gör nə deyir? Yəni, İran taxtına çıxmaq üçün mənim yolum yalnız Cənubi Azərbaycandandır. Cənubi Azərbaycanlılar İran şahının siyasətindən bərk incikdirlər. Biz bundan və qədri qüvvə istifadə etməliyik. Düşündüm ki, İbrahim xanın nəvəsi Xurşudbani ilə evlənmək məni Azərbaycanlılarla qohum edər. Onlar da bu ali qohumluğa binaən mənim vədlərimə inanıb taxta sahib olmağıma kömək edərlər. Özləri də vuruşmağı bacaran cəsur millətdir. Bax, burada da Azərbaycan milləti haqqında yaxşı ifadə işlədir. Məliküdövlə, onlar rusları üstün tuturlar, qurban, şahzadə. Bəs dini İslam, məgər onlar bunu düşünmürlər? Xeyr, qurban düşünmürlər. Xurşudbanı cavanları dəstə-dəstə Rusiyaya təhsil almağa göndərir. Şahzadə əsəbi, nəhs gətirmə baba, siyasət əzm və hərəkət tələb edir. Günü sabah sən, deyir, Xurşudbaniyə mənim adımdan qiymətli bir hədiyyə apararsan. Qoy elə güman eləməsin ki, mənimlə izdivaca razı olmadığı üçün ondan incimişəm. Məliküdövlə, və görmədimmi o məni necə bihörmətliklə qovdu, yəni bunu incidib dalaşıb qovmuşdu. Məliküdövlə nə deyir? Deyir, Şahzadə daha doğrusu. Eybi nə barət baba, siyasət tələb edir ki, bir üzünə tüpürərlər, o biri üzünü çövür. Sonra Təbrizə, Əhrə, Cənubi Azərbaycanın başqa şəhərlərinə gizli adamlar göndərib onlara vəd edilməlidir ki, əgər mənə kömək eləsələr, taxtaca sahib olan kimi onlara məşrutə verəcəyəm. Bax, bu hissəyə də baxaq. Deməli, birinci deyir, get Xurşudbaniyə hədiyyə göndər, sonra da Təbrizə, Əhrə, Cənubi Azərbaycanın şəhərlərinə adamlar göndərək, onlara vəd eləyək ki, mənim taxtaca çıxmasıma kömək eləsələr, onlara hədiyyə verəcəm. Onlar buna inanarlarmı? Nəhs gətirmə baba, inandırmaq lazımdır. Bəlkəşim, qurban. Məgər şeytanın belə əqlinə gəlməyən hilələrlə məlum qardaşımı İran taxtına çıxaran sən olmadınmı? Deməli, burada nəyə şahid oluruq? Deməli, bu Məliküdövlə Şahzadənin qardaşını İran taxtına çıxarıb. İndi Məliküdövlə nə deyir? Yana-yana deyir. Amma bunun müqabilində o taxta əyləşən kimi mənim boynumu vurdurmaq istədi. Şahzadə nə deyir? Bilirsən ki, anamız məni gizlincə xəbərdar etməsəydi, o xain qardaş mənim də gözlərimi çıxardacaqmış. Şübhələnirmiş ki, mənim taxtacda gözüm var. Eybi nədarət, mən İran taxtına çıxan kimi səni vəzir əzər edəcəyəm. Bəli, vəzir əzəm. Məliküdövlə, inşallah. Şahzadə deyir, indi isə get, rəqqasəni göndər bura. Qapıçıya da tapşır, heç kəsi mənim yanıma buraxmasın. Ərənbaşına da desin ki, mən bu gecə istirahət etmək istəyirəm. Məliküdövlə, bədçeşim, Şahzadə, dixub. Məliküdövlə çıxır, təxminə kör kamançaçı ilə gəlir. Kör kamançaçı çalır, təxminə rəqs edir. Muradalı gizlənib baxır. Şahzadə şərab içir. Birdən qalxıb qızın biləyindən tutub özünə tərəf çəkir. Təxminə Şahzadənin qulağına pıçıldayır. Əlahəzrət icazə verin, atamı aparım yatsın sonra. Tez qayıt, qız, tez. Təxminə kör kamançaçıya gedək, əlahəzrət istirahət etmək istəyir. Kör kamançaçı, əlahəzrət, icazə verin, bu qərib ölkədə vəli-nemətiniz vəliəhdin əlindən öpmək şərəfinə nail olub. Şahzadə əlini uzadaraq, xub, təxminə kör kamançaçının əlindən tutub Şahzadənin yanına gətirir. Kör kamançaçı fövqəladə bir cəhdliklə Şahzadəni yaxalayıb boğazından yapışır. Görək bu kör kamançaçı kimdir? Kör kamançaçı, əlahəzrət, mən Savalan dağlarında gözlərini çıxartdırıb cavan gəlinini əlindən aldığın eyvazam. Neçə vaxtdır ki, sənin ardınca diyar-bədiyar gəzib, intiqamını öz əllərimlə bax, beləcə almağa fürsət axtarırdım. Kör geyməsinin altından çıxardığı balaca xəncərlə Şahzadəni vurur. Deməli, xəncərlə Şahzadəni vurur. Muradalı səssizə çıxaraq getmələri üçün işarə edir. Kör təxminə Muradalı gedir və sonra gəlir Məliküdövlə. Məliküdövlə gəlir öz-özünə. Musiqi birdən-birə sustu. Sarayda da ayaq səsləri, hənirti eşidildi. Birdən yerə yıxılmış Şahzadəni görür. Əyilib baxır. Nə oldu buna? Dəhşət içində bir neçə saniyə susur.
Elə bil qeybdən bir səs mənə deyir: "Bu ölən sənin son ümidindir, Məlikü Dövlə. İmanını yandırdın, vətənini satdın, xalqına xəyanət elədin, hiylələr, fəsadlar qurdun, şahların təhqirinə dözdün. Axırıncı ümidini bu zalım əxlaq düşkününə bağladın. O da belə oldu. Ey böyük yaradan, sən Əl-Rahmən Rahimsən. Bağışla məni üzü qara bəndənin günahlarını." Allahdan günahlarının bağışlanmasını istəyir. Yox, hiss edirəm ki, eşitmək istəmir Allah mənim səsimi. Hara üz çevirəcəksən, Məlikü Dövlə? Kimə iltica edəcəksən? Yoxdur bu dünyada sənə yer. Bütün var dövlətin də bu məlunun ucbatından qaldı İranda. Heç nə götürməyə macal tapmadın. Deyirlər, əqrəb düşdüyü torda öz-özünü sancıb öldürür. Özünü öldürmək üçün əlini belindəki balaca xəncərə aparır. Lakin cəsarəti çatmır. Dərin bir ümidsizlik içində gözlərini yumur. Səhnə qaranlıqlaşır. Gəlir sonra 12-ci şəkil. Qala rəisinin kabinəsi, qala rəisi Zahir bəy, Fəda, Mixailov, bir də Fərəc bəy. Bir kənarda oturub Mixailov ara-sıra nə isə yazır. Qala rəisi: "Məsələ aydındır. Bu bizimlə İran şahının arasını vurmaq üçün təşkil edilmiş bir provokasiyadır." Bəli, provokasiya. Fərəc bəy: Da, elədir ki, var. İndi qala rəisi: Beynəlxalq vəziyyətin indiki şəraitində bizi ittiham eləyib, özünə borclu çıxarmaq üçün İran şahına bəhanə lazımdır. Cənab Zahir bəy, sizcə kimlər ola bilər bu işin təşkilatçıları? Zahir bəy nə deyir? Cənab rəis, hayana çevirsən bu cinayətin bir ucu gedir, çıxır xan qızı Xurşudbanının sarayına. Fərəc bəy: Da, elədir ki, var. Qala rəisi: Nəyə görə siz bu fikrə gəlmisiniz, Zahir bəy, mən dəfələrlə qulluğu şərəfinizə ərz etmişəm ki, Xurşudbanının təşkil elədiyi Məclis-i Üns Əlahəzrət imperatora düşmən kəsilmiş siyasi bir ocağa çevrilmişdir. Onlar Məclis-i Ünsdə, yəni o Xurşudbanının təşkil etdiyi şeir məclisində deyir, şeirdən çox siyasətdən, azadlıqdan danışırlar. Qala rəisi: Hansı azadlıqdan? Zahir bəy: Məlumdur hansı azadlıqdan. Qala rəisi: Yoxsa dekabristlərin cinayətkar xülyaları burada da gəlib çıxıb. Yoxsa qorxmurlar onlar imperatorun divanından? Zahir bəy: Vəliəhd öldürülən gecənin səhəri Xurşudbanının baş mehdəri Muradalı yox olmuşdu. Muradalı isə Xurşudbanının əri getdiyi Söyüd Hüseynin xalası oğludur. Da, elədir ki, var, Fərəc bəy deyir. Qala rəisi: Şahzadə öldürülən gecə həmin Muradalını onun sarayının yanında görüblər. Belə düşünmək olar ki, deməli deyir, Seyid Hüseyin Təbrizin keçmiş hakimi Şahzadəni öldürmək üçün Cənubi Azərbaycanlılar tərəfindən göndərilmiş bir terrorçudur. Deməli nə deyir? Bu Seyid Hüseyin Təbrizin keçmiş hakimi, bu şahzadə, ölən şahzadə, yəni Təbrizin keçmiş hakimi olub. Onu öldürmək üçün Cənubi Azərbaycanlılar tərəfindən göndərilmiş bir terrorçudur. Fərəc bəy: Da, elədir ki, var. Mixailov: Fərəc bəy, imkan verin. Qala rəisi Mixailova: Sakit. Zahir bəy yenə danışır. Digər tərəfdən cənab İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızı Xurşudbanının lüt bir Cənubi Azərbaycanlı gədəsinə ərə getməsi özü də qəribə deyilmi? Bu əcaib əhvalat bütün zadəganları qəzəbləndirmişdir. Həmin Seyid Hüseynin də taxtac əleyhinə necə qəzəbli nitqlər irad etdiyini sizə demişəm. Mən öz millətimin halına yanıram. Cənab rais, onlar bizi Əlahəzrət imperatorun nəzərindən sala bilərlər. Fərəc bəy yenə da, elədir ki, var. Eyni sözü dəfələrlə təkrar eləyir. Qala rəisi qalxaraq: Yaxşı, cənab Zahir bəy, biz şahzadənin öldürülməsi ilə əlaqədar qalaya gələn canişin həzrətlərini qarşılamağa getməliyik. Əlahəzrət hökuməti sizin xidmətinizi yenə də əvəzsiz qoymaz. Zahir bəy, mən Əlahəzrət imperatorun sadiq quluyam. Bunu deyir Zahir bəy. Qala rəisi: Rica edirəm, bu biri qapıdan çıxasınız. Zahir bəy kinayəli təbəssümlə: Başa düşürəm, çıxır. Qala rəisi: Bu qramofon şairin söylədiklərini yazdınmı, Seryoja? Mixailov: Yazdım. Ancaq bu hərif qramofon olmaqdan savayı həm də satqının biridir. Həmvətənləri bunu əclaf biri kimi tanıyır. Qala rəisi: Bizə nə dəxli var? Zahir bəy istedadsız şairdir, əclafdır, adı şairdir, qutardı. Elə deyilmi, cənab Fərəc bəy? Fərəc bəy: Da, elədir ki, var. Mixailov: İvan Petroviç, mən Zahir bəy kimi şərəfsiz bir vəzifəbazın Məclis-i Üns haqqında, Xurşudbanı və onun əri Seyid Hüseyin haqqında dediklərinə inanmıram. Bax, bunu deyən kimdir? Mixailov. Qala rəisi: İnanmaq lazımdır. Yoxsa Azərbaycanlıları sən Zahir bəydən, Fərəc bəydən yaxşı tanıyırsanmı?
Kimsə nə vəkillik eləyib ki, bu qaçaq quldur tüzemləri müdafiə eləyəsən. Bax, bu kim səni deyir vəkil eləyib ki, bunu deyən kim oldu? Qala rəisi. Sən deyir bu qaçaq quldur tüzemləri müdafiə eləyəsən. Onlar tüzem deyil, İvan Petroviç. Bura bax, Seryoja, sən mənim arvadımın deyir, yaxın qohumu da olsan, unutma ki, dayın bir dekabrist kimi tutulub sürgün edilmişdir. Qışqırır. Sən Əlahəzrət hökumətinin zabitisən. Mixailov, o demək deyil ki, mən gözlərimi yumub hər şeyi kör-körənə qəbul edim. Ədalət lazımdır. Qala rəisi, bizim üçün ən böyük ədalət Əlahəzrət imperatorun şərəfini qorumaqdır. Aydındırmı? Mixailov dərindən nəfəs alır. Aydındır. İşıq sönür. 13-cü şəkil. Xurşudbanının malikanəsi, Xurşudbanu, Mirzə Ruhullah, Seyid Hüseyin. Seyid Hüseyin, Banu bəyim, əgər Muradalının elə bir qəsdi olsaydı, mən bilərdim. Xurşudbanu, təəccüblüdür. Bəs necə oldu ki, Muradalı hara getdiyini bizə deməyib? Seyid Hüseyin, bu mənim üçün bir müəmmadır. Banu bəyim, yəni buradan görürük bunun da məlumatı yoxdur. Nəvvab daxil olur. Nəvvab, Banu bəyim, başa düşə bilmirik ki, bu necə məsələdir? Şahzadənin əhvalatından sonra qala rəisinin müavini Fərəc bəy məclis ünsün üzvlərini bir-bir çağırıb sorğu-sual edir. Ağla gəlməz qəribə şeylər soruşur. Hətta qorxudur da. Mamayi tələsik gedir. Sonra gəlir Mamayi, daha doğrusu gəlir. Digər şair gəlir, Mamayi nə deyir? Banu bəyim, bu işlərdən sizin xəbəriniz var? Xurşudbanu, nə olub? Mamayi, rəisin müavini Fərəc bəy, deməli Fərəc bəy kimdir? Rəisin müavini çağırıb məni sıxma boğmaya salıb ki, sən Əlahəzrət imperatorun əleyhinəsən. Yazmısan ki, vətənimdə vətənim yox. Deyirəm, mən zülm içində olan Cənubi Azərbaycanlıları nəzərdə tutmuşam. Deyir, xeyr, Əlahəzrət imperatora sataşmısan. Deməli, o əvvəldə oxuduğu şeirdən söhbət gedir. Mirzə Ruhullah, dad yarımçıq əlindən. Daşdəmir daxil olur. Daşdəmir Xurşudbanuya. Fərəc bəy 2 nəfər polislə gəlir. Sizi görmək istəyir. Xurşudbanu, necə? Mənim sarayıma polislə gəlmək, qışqırır. Denən bu saat rədd olub getsin. Daşdəmir yerindən tərpənmir. Nə üçün durmusan? Mirzə Ruhullah, yox Banu bəyim. Madam ki o polislə gəlib, Daşdəmirin sözü ilə geri qayıtmaz. Xurşudbanı Daşdəmirə. Qoy gəlsin. Daşdəmir çıxır. Fərəc bəy daxil olur. Xurşudbanuya təzim edir. Fərəc bəy, xan qızı Xurşudbanuya hörmət və ehtiram. Xurşudbanu qəzəblə. Nə ixtiyarla mənim sarayıma polislə gəlmisiniz? Fərəc bəy, Banu bəy, əgər vəziyyət məcbur etməsəydi, əlbəttə gəlməzdik. Ancaq yenə də məhz sizə dərin hörmətimizə binaən mən kiçik rütbəli çinovnik göndərməyib deyir, şəxsən deyir, özüm gəlmişəm. Əməlinə haqq qazandırır burada. Xurşudbanu, o, nə böyük nəzakət, qəzəblə, niyə gəlmisiniz? Fərəc bəy, da, Əlahəzrət imperator hökuməti adından, deməli, hökumət adından cənab Hüseyni həbs etməliyəm. Nə üçün? Fərəc bəy, üzr istəyirəm ki, mən bunu indi sizə söyləyə bilməyəcəm. Da, ancaq Seyid Hüseyin bizimlə getməlidir. Xurşudbanu, Seyid Hüseyin heç bir günah sahibi olmadığı üçün heç yerə getməyəcək. Fərəc bəy, ərz elədim ki, mən Əlahəzrət imperator hökuməti adından gəlmişəm. Xurşudbanu, mən xan qızıyam. Seyid Hüseyin mənim ərimdir. Onu həbs etməyə sizin ixtiyarınız yoxdur. Fərəc bəy, Seyid Hüseynin həbsə alınması barədə prokurorun sərəncamı var. Xurşudbanu, dedim ki, o heç yerə getməyəcək. Seyid Hüseyin qalxır. Banu bəyim. Xurşudbanu eyni qəzəblə Seyid Hüseyinə. Sən dayan, Fərəc bəyə. Bura Mehdiqulu xanın sarayıdır. Bağışlayın, Banu bəyim. Elə eləməyin ki, mən polis nəfərlərini icari çağırmalı olub. Sonra Xurşudbanu ağlını itirəcək dərəcədə qızışır, qəzəblə. Necə? Yaxınlaşıb Fərəc bəyə bir sillə vurur. Rədd ol, bu saat, bu dəqiqə. Fərəc bəy təəccübdən özünə gələ bilməyərək, siz dəli olubmusunuz, nədir? Xurşudbanu qışqırır, çıx get. Çıx dedim, dalbadal 2 sillə vurur, yəni 3 sillə vurdu buna. Fərəc bəy qəribə keyliklə dönüb tələsik çıxır, alçaqlar. Nəvvab, afərin Banu bəyim, qoy tarix görsün ki, şairə satqınların təhqirini cavabsız qoymadı. Hervahan, şairəni təhqir etmək, şeiri, sənəti təhqir etmək deməkdir. Mirzə Ruhullah, şairəni təhqir etmək, bütün xalqı təhqir etmək deməkdir. Seyid Hüseyin, Banu bəyim, onlar məndən əl çəkməyəcək. Mən ona görə də özüm gedirəm. Görək mənim günahım nədən ibarətdir. Əgər gəlməsəm, darıxma. Hələlik, ağalar. Sürətlə çıxır, ağır pauza. Birdən Xurşudbanu zəngi səsləndirir, Daşdəmir gəlir. Xurşudbanu Daşdəmirə, dinən tez karetanı qoşsunlar. Daşdəmir çıxır. Ağalar, mən bu saat getməliyəm canişinin yanına. İşıq sönür, pərdə salınır. Gəlir 14-cü şəkil.
Artıq deməli qala rəisinin otağı, Tiflisdən gəlmiş Canişin və Xurşudbanu. Əsərin əvvəlində də biz gördük ki, Xurşudbanu Canişinlə görüşüb, orada Tiflisdə görüşüb. Artıq burada qala rəisinin otağındadılar. Tiflisdən gəlmiş Canişin də ordadır. Xurşudbanu onunla görüşə gedir. Canişin, əlbəttə Fərəc bəy sizin sarayınıza gəlməkdə qəbahət tutmuşdur. Siz də onu pis cəzalandırmamısınız. Lakin Banu bəyim bəla orasındadır ki, həmin həbs olunan adamlar haqqında bütün məlumatı sizin öz millətinizdən, öz zadəyan sinifinizdən olan adamlar vermişdi. Ah, Knyaz, bilirsiniz ki, o namuslu adam heç vaxt bu barədə alçaqlıq etməz. Canişin, doğrudur. Mən sizə inanmaya bilmərəm. Lakin o məlumatların yalan olduğuna əlahəzrət imperatoru inandırmaq çətindir. Mən deyir sizə inanıram, amma deyir o məlumatların yalan olduğuna imperator inanmaz. Axı bizdə məxfi şöbə də var. Vəliəhdin öldürülməsinin siyasi nəticəsi biz gözləyən kimi də oldu. İran şahı bizi ittiham edir. Xurşudbanu, Əlahəzrət hökumətinin bu işdə əli olmadığını sübut üçün günahsız adamları badi-fənaya vermək olarmı, Knyaz? Canişin bir qədər aralanaraq. Hər şey diqqətlə öyrəniləcəkdir. Həbs edilən şəxslər, hətta siz özünüz də Əlahəzrət hökumətə qarşı düşmənçilikdə təqsirləndirilirsiniz. Deməli, nə deyir? Deyir, həbs edilən şəxslər də, siz özünüz də Əlahəzrət imperatora qarşı, deməli, düşmənçilikdə təqsirləndirirsiniz. Bunu da biz gördük Zahir bəyin nitqində. Xurşudbanu vətən millət xainləri sizə dürüst məlumat verməyiblər. Knyaz, bəs dürüstü nədən ibarətdir? Banu bəyim, Xurşudbanu nə deyir? Deyir, biz istəyirik ki, Cənubi Azərbaycanlılar qəddar İran şahlarının zülmündən azad olsun. Biz öz qan qardaşlarımızla birləşmək istəyirik. Biz onu da bilirik ki, tək-tək caniləri qətlə yetirməklə bu böyük əmala yetə bilmərik. Böyük döyüşə isə gücümüz çatmır. Bizə kömək edən yoxdur. Canişin nə deyir? Mən sizi başa düşürəm, Banu bəyim. Çox təəssüf ki, beynəlxalq vəziyyətin indiki halında imperator həzrətləri sizə deyir, heç bir kömək edə bilməz. Arzular müxtəlif olduğu qədər ziddiyyətlidir. Deyirlər sizin yazıçılar, ziyalılar hər cürə mütləqiyyət əleyhinədir. Axı cümhuriyyət, məsələn, qədim Romaya hansı xoşbəxtliyi bəxş etdi? Dostları Sezarı öldürdülər ki, o özünü imperator elan etmək istəyir. Amma Sezardan sonra bir-birləri ilə tutuşaraq xalqı qırğına verdi. Fransızlar 16-cı Ludovikin başını gilyotinaya qoydular ki, respublika istəyirik. Amma həmin respublikaçılar özgələri xalqa divan tutdular. Xurşudbanu, şəxsiyyət, vicdan azadlığı olmayan yerdə hansı həyatdan danışmaq olar? Əgər xalq öz müqəddəratının sahibi deyilsə, onun dühası, cəsurluğu neyniyə bilər? Canişin, siz zərif bir şairəsiniz, Banu bəyim. Həyatın sərt üzünü görməmisiniz. Xalq sizə əlvan buludlar üzərində uçan mələklər kimi görünür. Xurşudbanu, Knyaz, mən xan qızı, əminəm ki, əgər şeytanlar, məsrəf düşkünləri olmasaydı, zəhmətkeş xalqın doğrudan da mələk olduğuna siz də inanardınız. Satqınların, rəzil ikiyüzlülərin, qurduqları hiylə fəsadların istedadlı, namuslu, mərd insanlara güc gəlməsi məni yandırır, Knyaz. Deməli, Canişin dərindən nəfəs alaraq etiraf edirəm ki, sizin sözlərinizdə həqiqət var. Lakin insanlar bu həqiqətin təntənəsini nə vaxt görəcək? O barədə bir söz deməkdə acizəm. Mən çalışaram, heç olmasa deyir, sizin rəfiqiniz Seyid Hüseynin azad edim. İmperator sizin xətrinizi çox istəyir. Xurşudbanu qalxaraq, Knyaz, mən yalnız ərimin təvəqqəsi üçün gəlməmişəm, deyir. Mən istəyirəm ki, şahzadənin öldürülməsi Azərbaycan xalqının üzərinə qara kölgə salmasın. Yəni, burada Canişin nə deyir? Mən deyir, imperator sizin xətrinizi çox istəyir. Mən çalışaram ki, deyir, o, heç olmasa Seyid Hüseyni deyir, azad eləsinlər. Amma bu da Xurşudbanu da deyir ki, yox da, mən yalnız ərim üçün gəlməmişəm. İstəyirəm ki, bu şahzadənin öldürülməsi Azərbaycana kölgə salmasın. Mənim hər şeyin ədalətlə həll olunmasına çalışacağıma əmin ola bilərsiniz, Banu bəyim. Xurşudbanu xəfif təzimlə çıxır. İşıq sönür, pərdə salınır. 15-ci şəkil başlayır. 15-ci şəkil. Xurşudbanının malikanəsi, işıq yanında Xurşudbanu, Mirzə Ruhullah, Nəvvab, Tervahan yan qapıdan çıxaraq həyəcanlı halda Zahir bəylə qarşılaşır. Zahir bəy gəlir. Salam ağalar, Gəncəyə getmişdim. Bu saat gəlib faytondan düşürəm. Deyir, bizim adamlardan neçəsini, hətta Seyid Hüseyni də həbs ediblər. Bu nə işdir canım? Axı o yazıqların nə günahı var? Xurşudbanu nə deyir? Yazıq deməyin, yazıq deyə bu milləti aciz qələmə vermisiniz. Yazıq onları satan namussuz həmvətənləridir. Bu arada o kəndlilər Möhnətlə Şahmar Başılovlu gəlir.
Şahmar, Hidayət xan başımıza oyun açdı. Banu bəyim, nə olub? Möhnət, xanın darğası, yəni Hidayət xanın darğası neçə atlı ilə gəlib mil düzünə çəkdirdiyimiz arxın dəhnəsini dağıtdırdı. Fəhlələri döyə-döyə qovdurdu. O cavan injineri az qalmışdı öldürələr. Birtəhər camaat əlindən aldı. Şahmar nə deyir? Deyir, sənin əmzadən olduğu üçün əl qolumuz bağlandı. Banu bəyim, yenə tüfəngi götürüb qalxardım at belinə. Xurşudbanu nə deyir? Yoxdur mənim əmzadəm. Hidayət xan, mənə də üstündə durduğumuz bu torpağa da yaddır, düşməndir. Mən xan qızı Xurşudbanu inanmıram deyir öz sinfimin vətən namusuna. Eşidirsinizmi? İnanmıram. Bu dəqiqədən etibarən mən onlara yadam. Nə deyir burada? Deyir ki, mən xan qızı Natəvan öz sinfimin vətən namusuna inanmıram deyir. Onlara yadam artıq. Mixailov gəlir. Mixailov daxil olur. Xurşudbanuya təzim edir. Üzr istəyirəm Banu bəyim, mən öz vəzifəmdən istefa verib bir saatdan sonra yola düşürəm deyir. Ancaq mən burada yaşadığım müddətdə sizin xalqınızdan səmimi hörmət, məhəbbət gördüm. İçinizdəki bir xaini tanıtmadan getməyə vicdanım yol vermədi. Hər tərəfdən səslər gəlir. Kimdir o xain? Mixailov. O xain budur, qarşınızda dayanmışdır. Kimi göstərir? Zahir bəyi. Zahir bəy bağırır. Cənab zabit. Mixailov. Buyur cənab. Əgər məni duelə çağırmaq istəsən, səfərimi bir gün təxirə sala bilərəm. Nəvvab nə deyir? Cənab Zahid, o səni duelə çağıra bilməz. Onda elə kişilik olsaydı, vətəndaşlarına o cür alçaq böhtanlar yapışdırmazdı. Mirzə Ruhullah. Mən bu şair bəyin satqın olduğunu çoxdan duymuşdum. Bax, bu Mirzə Ruhullahın sözü. Şahmar qışqırır. Bəsdir siz bəylərin əlindən çəkdiklərimiz. Şahmar xəncərini sivirərək Zahir bəyi vurmaq istəyir. Zahir bəy adamların arasında gizlənir. Xurşudbanu, qoymayın oğlanı. Möhnət Şahmarı tutub saxlayır. Şahmar qışqırır. Biqeyrətlər, möhnət, qoy bu köpək oğlunu isti-isti öldürün. Xurşudbanu, onu öldürəcəksən, başqa Zahir bəy peyda olacaq. Zahir bəy, siz millət-i İslamı badi fənaya verirsiniz. Eşidirsinizmi? Badi fənaya verirsiniz. Gedir. Xurşudbanu, bu satqın ağalar hələ millətlə dini bir-birindən ayıra bilmirlər. Biz bunu əvvəldə də gördük ki, millətlə dini Zahir bəy bir-birindən ayıra bilmir. Hidayət xan daxil olur və onu görən kimi Xurşudbanudan başqa hamı səhnədən çıxır. Hidayət xan, deməli, salam əmzadə, Xurşudbanu dinmir. Dinmirsən, amma mənim ürəyim dözmədi, yenə də gəldim. Xurşudbanu, nə olub, yoxsa mənim çəkdirdiyim arxı uçurdub dağıtdığına görə ürəyin nazilib? Yəni, kəndlilər gəlib ona xəbər verdilər. Hidayət xan, yox, əmi qızı, ürəyimi kövrəldən sənin taleyindir. Xurşudbanu, oy, doğrudan, Hidayət xan, istehza lazım deyil, Banu bəyim. Onsuz da çərxi dövran bizim əleyhimizə işləyir. Xanlıq getdi, mülklərimizin bir çoxu əlimizdən çıxdı. İgid Pənah xanın yurdunda biz 2 nəfər qalmışıq. Sən də ki, belə eləyirsən. Deyirlər, indi də bütün ata mülkündən, kəndlərindən əl çəkmirsən. Nə üçün belə eləyirsən, Banu bəyim? Çarın özü bizi tanıyır. Nə üçün bizi onun gözündən salırsan? Nə üçün xan babalarımızın şərəfini gədə-güdənin ayaqları altına alırsan? Banu bəyim, həm qızı, indiyə qədər nə olub, daha bəsdir. Boş xəyallara uyub, özünü də, bizi də cümləyan içində bədnam elədin. Axı, nə işin var sənin siyasətlə? Niyə xalq deyib, vardan yoxdan çıxırsan? Xurşudbanu, mən öz elədiklərimdən peşman deyiləm. Əgər mən dünyaya 2-ci dəfə gəlsəydim, yenə də bu yolu tutardım. Bu sənin qəti sözündür, qəti. Hidayət xan qalxır. Qoy bir olan Allah bilsin ki, mən səni düşdüyün buruqlandan çəkib çıxartmaq istəyirdim. Amma sən buna razı olmadın. Xurşudbanu, əgər sən insanları buruqlanlardan çıxartmaq haqqında düşünsəydin, Arazın o tayında boğulan Azərbaycanlılar deyil, bircə dəfə olsa yadına düşərdi. Daşdəmir gəlir. Daşdəmir nə deyir? Sizə məktub var, Banu bəyim. Məktubu verir, çıxır. Hidayət xan, heyf səndən, Banu bəyim, əlvida. Dərindən nəfəs alaraq çıxır. Xurşudbanu məktubu həyəcanla açıb baxır. Mavi projektorun işığı onun baxdığı səmtdə nə isə yazan Knyaz Xasayın üzərinə düşür. O yazdıqca səsini eşidirik. Beləliklə, hər şey məhv olub getdi. Banu bəyim, indi məni bu uzaq yerə sürgün eləyiblər. Bu tilsimin sonu görünmür. Mən daha sürünmək istəmirəm, Banu bəyim. Zənn edirəm ki, buna sən də razı olmazsan. Əlvida, Banu bəyim. Heç olmasa sən möhkəm dayan. Yəni məktubunu oxuyur, məktubu zərfə qoyur, qalxıb tapancasını götürüb ürəyinə diriyir. Atəş açılanda Knyazın üzərinə düşən işıq sönür. Xurşudbanu dəhşətlə qışqırır. Xurşudbanu, Knyaz, Mirzə Ruhullah həyəcanla daxil olur. Mirzə Ruhullah, Knyaz burada yoxdur, Banu bəyim. Xurşudbanu özünə gələrək. O nə güllə idi, Mirzə? Mirzə Ruhullah, Hidayət xan tapança ilə saxsağana güllə atırdı.
Xurşudbanı vurdu, Mirzə Ruhullah vurdu. Xurşudbanı niyə vururdu? Axı deyirlər, o xəbər gətirən, xeyir xəbər gətirən quşdur, Mirzə Ruhullah. Onlar bu dünyada xeyir xəbərləri vurmaq üçün gəlib. Banu bəyim, Xurşudbanu deyir, Mirzə, zəhmət olmasa Daşdəmirlə bəyimi bura göndər. Mirzə Ruhullah çıxır, çox dərdli pauza, musiqi, Daşdəmirlə bəyim gəlir. Xurşudbanu, 3 ildən artıqdır ki, deyir, siz mənim sarayımda xidmət edirsiniz. O da mənə məlumdur ki, siz bir-birinizi istəyirsiniz. İndi daha vaxtdır, özünüzə ailə qurasınız. Mən bugündən sizi azad edirəm. Stolun yeşiyindən 2 pul kisəsi çıxarıb hərəsinə birini verir. Bəyim, oy Banu bəyim, mən ölənəcən sizə xidmət etmək istəyirəm. Xurşudbanu, daha mənə xidmətçi lazım deyil bəyim. Gedin, ləyaqətlə yaşayın, gedin. Kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcək. Daha xan qızı Xurşudbanının kəndi, torpağı yoxdur. Deyin mən Xurşudbanu Natəvan bu əzablı yolları onlarla birlikdə gedəcəyim. Onu da deyim ki, bu uçurumlu yolların sonunda bizi, öz milli birliyini, azadlığını tapmış Azərbaycan gözləyir. Əsərin sonu nikbin sonluqla bitir. Ədəbiyyatımızda olan bir çox əsərlər kimi. Deməli, həyata əks etdirmə üsulu kimi dramatik növdədir, janrı dram janrındadır. Mövzusu 19-cu əsrdə yaşayan Natəvanın həyatı, Qarabağ mövzusu, milli azadlıq hərəkatı, tarixi hadisələr, ictimai münasibətlər. Bəs əsərin əsas ideyası vətənin taleyi üçün edilən fədakarlıq. İkiyə bölünmüş vətənimizin taleyi, xalqımızın birliyi, azadlığı uğrunda mübarizəsi davamlı olmalıdır. Problem nədir? Problem ikiyə bölünmüş Azərbaycan xalqının taleyi. Əsərin konflikti Xurşudbanının çar hakim dairələrinə, xalqı düşünməyən yerli ağalara qarşı apardığı mübarizə. Yəni Xurşudbanının həm çar hakim dairələrinə qarşı apardığı mübarizə var, həm də xalqı düşünməyən, orada gördüyümüz o Hidayət xan kimi yerli ağalara, Zahir bəy kimi ağalarla apardığı mübarizə. Müəllifi düşündürən mühüm məsələ xalqımızın birliyi problemi. Bu anamın kitabında da belə bir məqam var. Əsər 2 pərdə 15 şəkildən ibarətdir. Nəsrlə yazılır. Toxunulan mövzular nədir? Natəvanın həm şəxsi həyatına, Natəvanın bədii ictimai fəaliyyəti, yəni şairliyi, onun Cənubi Azərbaycandakı soydaşlarımızın vəsiyyətinə, ana dilimizə olan münasibəti. Əsərdə əks olunan mənəvi dəyərlər Natəvanın fəaliyyəti timsalında azadlıq, milli birlik, soy kökünə, xalqa bağlılıq, doğma yurda, ana dilinə məhəbbət, xeyirxahlıq və sair xüsusiyyətlər. Obrazlar hər biri öz səviyyələrinə uyğun dildə danışdırılır. Müəllif tarixi mövzunu qadın həyatı üzərində verib. Əsər nikbin sonluqla bitir, dediyimiz kimi. Pyesdə Xurşudbanının taleyindən, yaradıcı fəaliyyətindən, xalqının rifahı üçün gördüyü xeyirxah əməllərindən, azadlıq müstəqil arzularından söz açılır. Xalqın oyanışının, tərəqqisinin ilk növbədə təhsillə, elmlə bağlılığı xüsusi vurğulanır. Natəvanın məhəbbəti, ailə həyatı, ədəbi fəaliyyəti ilə bağlı səhnələr onun bir şəxsiyyət kimi bütövlüyünü dərk etməyə imkan verir. Hadisələrin təbii inkişafı, vahid süjet xətti ətrafında birləşməsi, kompozisiya bitkinliyi əsərin mükəmməl bədii keyfiyyəti barədə təsəvvür yaradır. Əsər yüksək keyfiyyətlər, poetik üslubu, zəngin dil özəllikləri ilə diqqəti cəlb edir. Ədib antonimlərdən, amonimlərdən, sinonimlərdən, çoxmənalı sözlər, bədii təsvir, ifadə vasitələrindən gembol istifadə etməklə dialoqların təsir gücünü artırmasına, lirizmin güclənməsinə nail olmuşdur. Hadisələr Qafqaz canişininin malikanəsində başlayır, Tiflisdə. Hadisələr əvvəl Tiflisdə, sonra Qarabağda cərəyan edir. Birinci pərdədə vətənin parçalanmasına toxunulur. İkinci şəkildə bəyim Natəvanın Qarənfil əsərini oxuyur. Dördüncü şəkildə dil haqqında fikirlər səsləndirilir. Tervahan deməli deyir ki, Rus şairi Tervahan deyir ki, Rus şairi Lermontov Azərbaycan dilinə valeh olub. Onu şərqin fransız dili adlandırır. 7-ci şəkildə öz taleyinə qalib gələcəyi deyilir. Əsərdə Natəvandan əlavə başqa tarixi şəxslər də var. Kimdir? Qafqaz canişini, Mirzə Möhsün Nəvvab, Knyaz Xasay, şair Məmayi, Zahir bəy millət İslam deyərək millət, din anlayışlarını bir-birindən ayıra bilməyən, ziyalı olduğunu 4-cü şəkildən bildirir. İslam millət yox, dindir fikri Nəvvaba məxsusdur. İslam millət yoxdur, dindir. Satqının Zahir bəy olduğu 15-ci şəkildə Mixailov tərəfindən bildirilir. Əsərdəki xidmətçi obrazları Bəyim və Daşdəmir. Daşdəmir obrazına biz başqa bir əsərdə də rast gəlmişik. Meşəbəyi Mirqasım, Daşdəmir. Bax, orada mənfi obrazdır Daşdəmir. Burada müsbət obrazdır.
Xurşudbanu Natəvan vətənpərvərdir, yurduna, xalqına məhəbbəti ilə seçilir. Azadlıq, milli birlik ideyalarına sədaqətlidir, xeyirxahdır, ana dilinə bağlıdır, maarifçidir, elmə, təhsilə önəm verir. Onun timsalında soykökə bağlılıq, yurda sevgi, ana dilinə məhəbbət, xeyirxahlıq kimi dəyərlər əks olunur. Natəvan bu faciəli vəziyyətdən doğan narahatlığını, etirazını çar canişininə açıq bildirərək deyir: İki böyük dövlətin qədim tarixi olan Azərbaycan xalqının iki yerə parçalayıb qardaşı qardaşdan ayırmaları ədalətli iş deyil. Natəvan iki imperiyanın məkirli, parçala hökm sür siyasətinin mahiyyətini aydın dərk edir. O, insanın öz vətəninə, öz mənliyinə, ləyaqətinə, vicdan azadlığına sahib olmasını xoşbəxtlik sayır. Bu amal uğrunda bütün həyatı boyu mübarizə aparır. Natəvan mülkünü, torpaqlarını geri qaytarmağı tələb edərkən yalnız özünü düşünmür, əslini, kökünü unutmayaraq vüqarla mənim xalqım var deyir, xəbis niyyətli insanları susdurur. Xurşudbanının mənsub olduğu xalqa münasibəti ilk dəfə canişinlə söhbət zamanı müəyyən olunur. Xalqının müdafiəçisi olan Natəvan var dövlətini sadə azamların güzəranının yaxşılaşmasına sərf edən xeyriyyətçidir. O çətin duruma düşən insanların vəziyyətini yaxşılaşdırmaq üçün əlindən gələni edir. Şuşa əhalisi üçün öz imkanları hesabına su çəkdirir. Su çəkdirmək məsələsi Aldanmış Kəvakib əsərində də var. Yusif Sərrac hakimiyyətə gəldikdən sonra şəhərə su çəkdirir. Tiflisə müəllimi Mirzə Ruhullah ilə gedir. Tiflisə getmə səbəbi atasından qalan mülkləri geri qaytarmaqdır. Bütün mülkün geri qaytarılmasında iki məqsəd güdür. Bir deyir ki, Şuşaya su çəkdirmək, kəndlərdə məktəb açdırmaq. Knyazın yanında olması ona mənəvi güc verir. Dördüncü şəkildə Natəvanın nitqindən məlum olur ki, Aleksandr Düma Azərbaycan dilinin musiqisinə heyran olduğunu deyir. Natəvan dördüncü şəkildə ədəbi məclisdə iştirak edərək nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaq deyir. Ən böyük arzusu Azərbaycan balalarının Dantelini, Şekspiri, Puşkini öz ana dilində oxuduğunu görməkdir. Natəvan vətəninin gələcəyi üçün təhsilli gənclərin rolunu dərk edərək xalqın haqq işi uğrunda mübarizə aparmağa qabil yeni nəslin yetişməsini arzulayır. Natəvan kasıb kəndli uşaqlarını məktəbə cəlb etməklə, gəncləri xaricdə təhsil almağa göndərməklə vətənində gələcəkdə böyük dəyişikliklər üçün zəmin yaradır. Xurşudbanu uşaqları təhsil almaq üçün Rusiyaya, Parisə göndərir. Natəvanın taleyi ilə xalqın taleyi qarşılaşdırılır. Mil düzünə səyahətə çıxanda Şahsevən, Əfşar cəmaatı Xurşudbanunun hüzuruna gəlir. Knyazın onunla Dağıstana getmə təklifini rədd edir. 6-cı şəkildə Xasay bəylə ayrılır. 6-cı şəkildə. Knyaz Xasay onun haqqında xoş sözlər deyəndə sən mənim haqqımda tikanlı sözlər də eşidə bilərsən deyir. Mirzə Ruhullahın məsləhəti ilə ikinci dəfə evlənir. Yəni dediyimiz kimi özü Seyid Hüseynlə evlənir. Evlənəcəyi adamı, müəllimi yox, Natəvan özü seçir. O evliliyə Hidayət xan razı olmur. Daim xalqını düşünən, var dövlətini onlar uğrunda fəda edən obrazdır. Vətənin ikiyə parçalanmasını faciə hesab edir. Bu narahatlığın canişinə aydın şəkildə bildirir. Şahzadəyə qaniçən cəllad, ikiyüzlü deyir. Əsərin sonunda Natəvan xidmətçiləri azad edir, bütün var dövlətini xalqa paylayır, özü xalqa qaynayıb qarışır. Obrazlarla söhbətində bildirir. Knyaz Xasay ilə söhbətində nə deyir? Deyir, vətənim ağır günlərini düşünərkən özümdə gücsüzlük hiss edirəm. Sənin məhəbbətin mənim köməyim, dayağım olacaq. Mənim qəlbim sizin sevginizə, səmimiyyətinizə həmişə möhtacdır. Şahzadə ilə söhbətində deyir, biz qadınlar şöhrətpərəst oluruq. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın şairəsiyəm. Məlikə Dövləni nə adlandırır? Qazan dibi yalayan nökər adlandırır. Knyaz Xasay rus təbiətlidir, vətənpərvər obrazdır. Azərbaycan xalqının taleyi ilə Dağıstan xalqının taleyini müqayisə edir, oxşar hesab edir onları. Canişin onu Xurşudbanu ilə evlənməyi məsləhət verir. Xurşudbanını dərin məhəbbətlə sevir. Ailə həyatı mürəkkəb hadisələr axında uğurlu alınmır. Xurşudbanının uğurlarından sonra özü bir iş görmədiyi üçün sıxılır. Əmisinin təkidi ilə 6-cı şəkildə ailəsindən ayrılır, vətəninə qayıdır. Ayrılıq zamanı Natəvan uşaqlarını Mehdiqulunun, Xanbikənin şəkli olan medalyon verir. Əmisinin dilindən Peterburqda təhsil aldığını öyrənirik. Dini ayrıseçkiliyin əleyhinədir. Sonda intihar edir. Onun intihar ana Hidayət xanın xeyir xəbər rəmzi olan saxsağanı vurması ilə təsvir edilir. Seyid Hüseyn Muradalı ilə söhbətindən məlum olur ki, atası xalı karxanasında fəhləlik edib onu oxutdurur. Sonra vəfat edir. Cənubi Azərbaycanda şah zülmündən qaçır, fədai olur. Xurşudbanu ona iş verir, Şuşada müəllimlik edir. Xurşudbanını gizli sevir. Bu məhəbbəti günahkar adlandırır. Millətə vuruş lazımdır, inilti yox.
o məclisdə, şeir məclisində deyir. Onun Muradali ilə söhbətindən Cənubi Azərbaycandakı vəziyyəti məlum olur. Şair Mamayidən həqiqi azadlığın nə olduğunu soruşur. Xurşudbanının tapşırığına əsasən 5 nəfər Rusiyaya, 5 nəfər Parisə təhsil alması üçün istedadlı gənclər göndərir. Şahzadənin ölümündə günahlandırılır. Onu şikayət edən Zahir bəy olur. Hidayət xan tərəfindən öldürülmək İstənsə də Xurşudbani icazə vermir. Hidayət xan yalnız özünü düşünür, xalqın mənafeyi üçün, deməli, mənafeyi onun üçün önəmsizdir. Su arxının çəkilməsini istəmir. Xurşudbanının Seyid Hüseynlə evlənməsini yaxşı qarşılamır. 15-ci şəkildə möhnətlə Şahmar Hidayət xanın çəkdikləri arxı dağıtdığını xəbər verir. Məliküdövlə əslən Azərbaycanlıdır. Xurşudbanının İran şahzadəsi ilə evlənməsini Azərbaycan üçün xoşbəxtlik sayır. İran hökmdarlarının bizi farslaşdırmaq siyasəti biz Azərbaycanlıların xoşbəxtliyidir, deyir. Şahzadənin ölümündən sonra etdiyi əməllərdən peşman olur, xalqı satdığını öz dili ilə ifşa edir, sonra qorxuya düşərək Allahdan bağışlanma diləyir. Bağışlanmayacağını düşünür, köməksiz olduğunu deyir. Deyirlər, əqrəb düşdüyü torda öz-özünü sancıb öldürür. Deyərək özünü xəncərlə öldürmək istəyir, ancaq cəsarəti çatmır. Canişin Rusiya imperiyasının Azərbaycanla bağlı maraqlarının ifadəçisi kimi çıxış edir. Əsərdə Canişinin dilindən görkəmli dramaturq Axundovun adının çəkilməsi, həm Xurşudbani ilə olan dostluğu, həm də öz fəaliyyəti barədə məlumat verilir. Eşitdiyimə görə deyirsiniz, həm də gözəl şairəsiniz. Sizin haqqınızda kapitan Mirzə Fətəli Axundov mənə danışmışdır. Knyaz Xasayı Natəvanla evlənməyə təhrik edir. Natəvanın öz haqqını israrla tələb edərkən güzəştə getməkdə Çar Rusiyasına sədaqətli tərəfdaş qazanmaq istəyir. Natəvanın öz haqqını israrla tələb edərkən Canişinin güzəştə getməsi onun yanlarına çəkmək niyyətindən irəli gəlir. Lakin Natəvanın vətənpərvərliyi, özünü xalqından ayırmaması bu niyyəti puça çıxarır. Natəvanın vətəninə olan sevgisi, özünün xalqla bağlılığı Canişinin pis niyyətini üzə çıxarır. Fərəc bəy Natəvanın saraya gəlməsini qəbahət iş kimi qiymətləndirir. Seyid Hüseyn tutulduqdan sonra ikinci dəfə Canişinin yanına gedir. Yəni Xurşudbani. Canişin Natəvana bildirir. Hər işin ədalətlə həll olmasına çalışacaq, Seyid Hüseyni azad etməyə səy göstərəcək. Şahzadə, görək kimdir? 7-ci şəkildə Xurşudbaninin hüzuruna gəlir. Xurşudbani layiqincə cəzasını verir. Xurşudbaniyə deməli, hədiyyə göndərməyi düşünür. Şuşaya Natəvanla evlənmək niyyəti ilə gəlmir. Yəni, o, deməli, biz görürük ki, Seyid Hüseynlə bu şahzadənin Şuşaya gəlməkdə məqsədi sığınacaq əldə etmələridir. Məliküdövlə onu vəzir təyin edir. Məliküdövləyə deyir ki, yəni hakimiyyətə keçsəm, səni özümə vəzir təyin edəcəm. Kör kamançası tərəfindən öldürülür. Çünki zamanında kör kamançasının yoldaşını öldürüb özünü kör qoymuşdu. Çalışdıq ki, Xurşudbaninin Natəvan əsərinin təhlilini verək. İnanıram ki, sizlər üçün faydalı oldu. Kanalımızı bəyənməyi, abunə olmağı, rəy yazmağı unutmayın. Sağ olun.